pensiya kapitalından vaxtından əvvəl istifadə eləyə bilərikmi? Hazırda qanunvericilik nə deyir? Bəzi insanlar var çünki deyir ki, mənə həmin yaşda pensiya heç lazım olmayacaq, mənə indi lazımdır həmin pul. Bu mümkündür. Təşəkkür edirəm suala görə. Sualı yaxşı qoydunuz ki, yəni pensiya kapitalından vaxtından əvvəl istifadə etmək. Amma sualın özündə, çünki bu sual daima belə verilir və siz də haqlı olaraq sualı bu cür qoydunuz ki, pensiya kapitalından vaxtdan əvvəl istifadə etmək. Amma qeyd edim ki, birincisi Azərbaycan Respublikasının qanunvericiliyində belə bir mexanizm yoxdur. Bu məsələ müzakirə edilir ki, qanunvericiyə dəyişikliklər təklifi ilə bu mümkündürmü? Bu gələcəkdə mümkündür, lakin özəl pensiya fondları çərçivəsində mümkündür. Çünki Dövlət Sosial Müdafiə Fondu bu günləri məcburi dövlət sosial sığorta haqları hesabına sığorta ödənişlərinin, o cümlədən əmək pensiyalarının ödənişini həyata keçirir. Əgər biz hər bir kəsə münasibətdə Dövlət Sosial Müdafiə Fonduna daxil olan vəsaitlər hesabına, fərdi hesablardakı pensiya kapitalının vaxtından əvvəl istifadəsi məsələsini qaldırsaq, bir, gələcəkdə həmin şəxslərin pensiya hüquqları yaranacağı zaman onlara pensiya təyinatı imkanları tamamilə məhdudlaşır və bu artıq pensiya sisteminə olduqca böyük bir zərərdir. İkincisi, bugün Dövlət Sosial Müdafiə Fonduna daxil olan vəsaitlər vətəndaşların ödədiyi yox, vətəndaşlardan tutulan vəsaitlərdir. Özü də tək vətəndaşlardan yox, vətəndaşlara görə işə götürənlərdən tutulan vəsaitdir və vəsaitin əksər hissəsi işə götürən tərəfindən ödənilir, lakin vətəndaşın fərdi hesabında qeydə alınır. Və həmin vəsait hesabına bugünkü pensiyaçıların əmək pensiyaları ödənilir. YouTube kanalımıza abunə olun.